Balakən şəhərinin Qazimə kəndində meyvə bağı satışa çıxarılır. Yol tərəfdən kubik daş ilə hasarlanmış. Girəcəkdə bir otaqlı evlə bitişik açıq navetsiz yeri metlaqdır. Bir otaqdır, genişdir. Yay üçün mətbəxlidir. İşıq xətti çəkilmişdir. Ayıb yolsudur. İsti soyuq su xətləri qoyulmuşdur. Kamera sistemi quraşdırılıbdır, işləkaldadır. Kubik daşdan tikilmiş 72 tonluq su evzası. Kubik daşdan tikilmiştir. Toyuq damıdır. Kubik aralığı gördüğünüz gibi beton döşülmüştür, bağlamadır, beton bağlamadır her taraftan. Bağa ait su kaçalkası var. İki yerde var. Biri gördüğünüzdür. Biri de meyve bağının baş tarafındadır. Bağda gördüğünüz gibi damlama suvarmadır. Meyve bağında 450 ağaç hal-hazırda əkilan, bar verən ağaçlardır. Öküz ürəyi, şaftalı, cavalıdır. Gördüğünüz bağdan əlavə digər yan hissələrdə də hər cür meyvələrdən, yəni şabalıqdır, qozdur, hər cür meyvələrdən əkilmişdir. Heydər Əliyev prospektindən təxminən 1 kilometr aralı bir məsafədə yerləşir. Qazimə kəndi istiqamətindədir. Bağ qubcalıdır. Yay sezonunda 4 çalım ot olur. 400-450 pres ot olur. Qeyd etdiyim ikinci su kaçalkasıdır. Dörd illik meyve bağıdır. Satışa çıxarılan meyve bağı sərgəli şəkildə saxlanılmışdır. Gördüyünüz kimi ağaçlar arası yeri yerində qoyulmuşdur. Qiyməti videonun altında qeyd olunacaqdır. Qeyd etdiyim kimi kamera sistemi işləkaldadır.